Ben de. Bir razı olacak bir şey yoktu ki. Devlet ərazisində razı olacak bir şey yoktu. 5 oğul itiren şehit anasını polis döyə öldürdü. Bunu hamı şahiddir. Siz hansı məhkəmədən, hansı dövlətdən, hansı idarə etmədən danışırsınız? Sadəcə olaraq milletin qeyrətli oğlanları yatıb. Daha doğrusu peysərə vurur. İlham Əliyevdən mən günah görmürəm. Yer yiyəsiz olanda elə donuz təpəyə çıxır. Rıza bəy, Səfərsoy kimi oğulları ona görə həbs edirlər ki, qorxur. İbn Ziyad lənətullah məlun, onun gözəl bir kəlamı var. Deyir, mən o şeydən qorxuram ki, o şeyi də, qorxduğum şeyi məhv eləyərəm. İlham Əliyevin qorxduğu şey Azərbaycanın mərd igidləridir, oğullarıdır, qaziləridir. O vətəndən sarı canını verən oğuldur. Mən özüm də şəhid qardaşıyam. Allah rəhmət eləsin. Cümləmizə. Amma mən şəhid qardaşımla yox, bütün şəhidlər mənim kimi oğullarla öyünsün ki, onların hələ missiyasını davam edən oğullar var.